xəstəni ziyarət etməyin hökmü. Və görürsən, qardaşlar daim soruşur ki, bir müsəlman qardaş xəstələndiyi zaman onu ziyarət etməyin hökmü nədir? Vacibdir, yoxsa müstəhəb? Və istədim, yəni bu barədə xülasə cavab verim. Ola bilsin, Allah subhanahu və teala eşidənlər üçün faydalı etsin. Xəstəni ziyarət etməyin hökmü haqqında alimlər ixtilaf ediblər. Bu barədə məşhur 3 görüş var. Birinci görüş odur ki, xəstəni ziyarət eləmək, yəni bir müsəlman qardaş xəstələnərsə və sən bunu eşitmiş olarsansa, gedib onu ziyarət eləmək müstəhəbdir. Birinci görüş odur ki, müstəhəbdir və bunu deyənlərdən şafilər olub, həmçinin həmbəlilər, həmçinin bəzi malikilər. İkinci görüş odur ki, xəstəni ziyarət eləmək vacibdir hər bir müsəlmana. Yəni, bir qardaşın xəstələndiyini eşitdiyin zaman, eşitdinsə artıq sənin üzərinə vacib olur ki, gedib onu ziyarət edəsən. Yəni, fərdul əyindir. Hər bir kəsə vacibdir. Əks halda gedib ziyarət eləməsən, günah sahibisən, asisən. Yəni, fərdul əyindir hamıya. Yəni, bu ikinci görüşdür. Yəni, bu görüş, yəni, bəzi həmbəllərin görüşüdür. Üçüncü görüş odur ki, xəstəni ziyarət eləmək fardul kifayədir. Üçüncü görüş odur ki, xəstəni ziyarət etmək, bir müsəlman qardaş xəstələnərsə, gedib onu ziyarət etmək fardul kifayə. Yəni, bir qrup müsəlmanlar gedib ziyarət etsə, artıq digərlərin üzərindən düşmüş sayılır. Aydın oldu? Yəni, fardul kifayə. Yəni, bir toplum cəmaat gedib ziyarət etsə, digərləri etməsə də olar. Və bu üçüncü görüş, Allahu ələm, haqqa daha yaxın olan görüşdür. Və bunun bəzi şafirlər, həmçinin bəzi həmbəllər zikr edib bu görüşü. Həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşü daha üstün sayıb. Və bu üçüncü görüş Allahu aləmin haqqa daha yaxın olan görüşdür. İxlasla.com saytı tərəfindən təqdim olundu.